burada əsl beyin savaşını izləyirik. Əslində Azərbaycanda başlayıb qlobal bazara keçməkdir. Bəlkə ümumiyyətlə problem o dərəcədə dediyiniz qədər böyük bir problem deyil. Onlarda əsas problem o idi ki, marketingi düzgün seçə bilməmişdilər. Yəni bu rəqəm investoru həyəcanlandırmaz. Ona görə doğru modeli axtarıb tapmaq lazımdır. Konsept tam olaraq başa düşə bilmədim. Salam əziz izləyicilər, Gələcək üçün Bacarıqlar layihəsinin yeni buraxılışında hər birinizi xoş gördük. Bəli, burada əsl beyin savaşını izləyirik. Hər bölüm bir-birindən dəyərli və parlaq gəncləri tanıyırıq. Qeyd edək ki, layihə məhz Dövlət Agentliyinin tabeli qurumu olan İnnovasiyalar Mərkəzi və Asan TV-nin birgə tərəfdaşlığı ilə həyat keçirir. Hər dəfə bir gənc öz ideyasını təqdim edir, münsiflər heyəti dəyərləndirir və təbii ki, gənclər də münsiflər heyətinin fikirlərini nəzərə alaraq daha yaxşı özlərinə yol xəritəsi cızırlar. Və mən istərdim ki, elə bu məqamda sizə münsiflər heyətini təqdim edeyim. Təbii ki, onları siz yaxından tanıyırsınız, çünki onlar artıq neçə mövsümdür ki, bizlə birlikdədirlər. Birdən xoş gəlmişsiniz, əziz, dəyərli münsiflər heyəti və mən istərdim ki, tək-tək onları sizə təqdim edeyim. Kobiyanın idarə heyəti sədrinin müşaviri Zaur Qardaşov, xoş gəlmişsiniz. Xoş gördük hamınızı. Kod Akademinin həm təşkilçisi və direktoru Ülvi Aslanov, xoş gəlmişsiniz. Salam, xoş gördük. Qafqaz Venture fondunun rəhbəri Məmməd Kərim müəllim, xoş gəlmisiniz. Çox sağ olun. Və Gamepunks şirkətinin həm təşkilçisi və direktoru Vüsal Kərimli siz də xoş gördük. Xoş gördük. Elə mən dostlar istərdim ki, yoldan söz açmışkən növbəti parlaq gəncimizi səhnəyə dəvət edim. Çünki o bizə U yoldan danışacaq. Nərman Əliyev, buyurun Nərman. Salam. Xoş gəlmisiniz. Xoş gördük. Buyurun, söz və səhnə sizindir. Salam, hər birinizi salamlayıram. Mən Nərman Əliyev. O yol layihəsində həm təsisçi və icraçı direktoram. Bu təqdimatda sizə uzun yolda çəkilən çətinliklərdən danışacağam və bu problemlərini həll etməyimizdən danışacağam. Yəqin ki, hər biriniz uzun səyahətlərə çıxmısınız və bəzi problemlər var burada. Məsələn, siz əgər ki, maşın sahibisinizsə, uzun yola çıxdığınızda burada çox yüksək bir benzin xərci olur. Əgər ki, sadə bir vətəndaşsınızsa, uzun yola çıxmaq üçün hər hansısa bir nəqliyyat vasitəsinə ehtiyacınız var. Ola bilər ki, bu avtobus ola bilər və ya minik maşın ola bilər. Daha komfortlu səyahət üçün bu minik maşın əksərən olur. Ancaq yenə də avtobus ola bilər, amma bunlarda da vaxt limiti var. Məsələn, elə avtobus var ki, elə rayon var ki, sadəcə səhər saatlarında çıxış olur, ancaq axşam saatlarında çıxış olmur. Bizim həll elədiyimiz problemlər buradakı kimidir. Əgər ki, bir vətəndaş hər hansı bir zamanda səyahət eləmək istəsə, onda sadəcə tətbiqə daxil olub buradakı marşrutlardan bir marşrutu seçib buradan alış-veriş edərək bu səyahətinə davam edə bilər. Eyni zamanda bizim həll elədiyimiz ikinci problem isə sahibkarlar tərəfdədir. Bilirsiniz ki, ölkəmizdə yayğın bir biznes modeli var. Sahibkarlar maşınlarını alaraq belə şəhərlər arası istifadəyə verirlər və beləcə gəlir qazanırlar. Həmçinin biz bu sahibkarlar düşünərəkdən onlara xüsusi bir admin panel veririk. Hansı ki, onlar bu admin panel vasitəsilə öz maşınlarını idarə edə bilərlər və gəlir qazana bilərlər. Sürücülər isə, sadə sürücülər isə hansı ki, bu ömründə bəlkə də bir dəfə, iki dəfə rayona getmək istəyir. O, boş maşında öz oturacaqlarını orada elanı paylaşaraq benzin xərclərini minimumlaşdıra bilər. Bizim tətbiqimiz bu tipdə dizayndadır. Burada biz tətbiqə daxil olduğumuzda əsas səhifədə elanlar çıxır. Hansı ki, bu elanlarda biz görürük ki, hansı sürücü, hansı istiqamətdə hərəkət edir. Tətbiqimizin əsas xüsusiyyətləri ondan ibarətdir ki, rəqiblərimizdən fərqimiz ondan ibarətdir ki, bizdə admin panel var sürücülər və sahibkarlar üçün. Eyni zamanda rahat interfeys var, istifadəçilər rahat girib orada marşrutlara baxa bilərlər və seçə bilərlər. Və reyting sistemimiz də var təbii ki, burada sürücüləri həm də istifadəçiləri qiymətləndirmək mümkün olacaq. Marketinq strategiyamız, bizim bəzi marketinq strategiyalarımız var, ancaq bunlardan ən əsası gerilla marketinq dediyimiz marketinqdir. Biz bu marketinq strategiyası ilə müştərilərimizə bir-bir yaxınlaşaraq əslində platformanı təklif edirik. Ancaq bundan əlavə biz burada influencerlərlə də əməkdaşlıq edə bilərik, korporativ bizneslərlə də əməkdaşlıq edə bilərik
və ya sahibkarlarla birbaşa danışaraq da eyni vaxtda onları cəlb edə bilərik. Hədəf bazarımız, tam bazarımız çox genişdir. Burada qlobal rəqəmləri görürsünüz. 130 milyardlıq bir qlobal bazar mövcuddur lojistika sahəsində, insan daşıması sahəsində. Sam olaraq bizim 50 milyard kimi bir hədəfimiz var. Biz maksimum çata biləcəyimiz məbləğ düşünürük ki, 50 milyard ola bilər və bundan tam çatıla biləcək məbləğ 500 milyondur. Burada təbii ki, Azərbaycan üçün rəqəmlər deyil, bunlar qlobal bazar üçün rəqəmlərdir. Bizim hədəfimiz elə əslində Azərbaycanda başlayıb qlobal bazara keçməkdir. Bizim hədəf istifadəçilərimiz 3 kateqoriyadan ibarətdir. Sahibkarlar, sürücülər və sərnişinlər. Bizim burada ən xüsusi dəyər verdiyimiz istifadəçilər sahibkarlardır. Çünki əgər ki, tətbiqdə kifayət qədər bir maşın mövcud olmazsa, onda istifadəçi itirməyimiz çox asan olar. Buna görə biz əsas burada maraqlı olduğumuz tərəf sahibkarlardır. Sürücülər o kateqoriyadır ki, bu sahibkarların əməkdaşları da ola bilər, hansı ki onlar müəyyən bir gəlir qarşılığında işləyir. Ya da ki, burada rayona getmək istəyən hər hansısa bir vətəndaş da ola bilər. Yenə sürücü kimi istifadə edə bilər tətbiqimizi. Və sərnişin var, sərnişin isə artıq burada xidmətdən istifadə edən şəxslərdir. Gəlir modeli bizim aplikasiyamızda gəlir modeli 3 hissədən ibarətdir. Komissiya, biz hər gedişdən komissiya götürə bilərik. Eyni vaxtda premium xidmətlər, hansı ki, sürücü əgər istəsə ki, onun elanı daha yüksəkdə çıxsın, əlavə bir ödənişdə bu mümkün ola bilər. Eyni vaxtda korporativ həllər, hansı ki, biz şirkətlərlə korporativ olaraq əməkdaşlıq edə bilərik ki, onların hər hansı bir turunu bizim tətbiq üzərimizdən idarə eləmək olsun. Rəqiblərimiz buradakı kimidir. Bolt, BlaBlaCar, Uber, Gez, InDrive, Maxim. Bu rəqiblərdən əksəriyyəti əslində taksi xidmətidir. Ancaq taksi xidməti olmağına baxmayaraq rayonları da təbii ki, gedə bilər. Sadəcə onların ən böyük problemi ondan ibarətdir ki, çox böyük bir rəqəm tələb edirlər bununla bağlı. Məsələn, siz Bolt istifadə edərək, məsələn, buradan qaxa bir Bolt vursaz, onda görərsiniz ki, bu 300 manata yaxın bir məbləğ tələb edəcəklər. Bizdə bu rəqəmlər çox aşağıdır. Burada rəqiblərimizdən fərqlərimiz qeyd olunub. Əsas burada fərqimiz təbii ki, admin panelinin olmasıdır. Sahibkarlar bu admin panelini istifadə edərək hər şeyin nəzarət altında saxlaya bilərlər. Təbii ki, burada lokal bazar yönümlülüyü də biz nəzərə almalıyıq. Çünki hər bir vətəndaş, hər bir dövlətin vətəndaşı əslində fərqlənir. Məsələn, Azərbaycandakı adət-ənənələrlə xaricdəkilər bir olmur. Ona görə biz burada lokal bazar yönümlülüyük də eyni zamanda. Bizdə kiçik bağlamaların da daşınması mövcud olacaq. Bu böyük bir yük daşınma sistemində sadəcə məsələn tələbənin valideyni öz övladına bir şey göndərmək istəyirsə, onda bizim xidmətimizdən rahat istifadə edə bilər. İdarə etmə panelimiz mövcuddur və ünvandan ünvana çatdırılma var bizdə. Bu ən əsas hissədir. Məsələn, sadə vətəndaş avtobusla səyahət etdiyində təbii ki, bu avtovağzaldan avtovağzala olur. Ünvandan ünvana getdikdə isə əlavə taksi xərci də olur. Bizim appdə isə sadəcə ünvandan ünvana olacaqdır. Bizim maliyyə ehtiyacımız 40 min manatdır. Bunun qarşılığında isə təklif edədiyimiz 10% səhmdir. Komandamız, bu işlə maraqlanan peşəkar komandamız var. Hər birisi, komandanın hər bir üzvü öz işində peşəkardır və hər birisi bu işlə tam 100% maraqla işləyir. Diqqətinizə görə təşəkkürlər. İstəyirsiz, mən suallarımı verim. Çünki mən Mehriban xanımı da dəvət edeyim. Komandamızda dizaynerdə sual-cavabda kömək edəcək. Eyni vaxtda sizə one-pager'lar da təqdim edək. Bu one-pager'larda siz ətraflı məlumatı daha qısa formada ala bilərsiniz. Bütün məlumatlar detallı izah olundu. Bəs deyilənlər münsifləri qane edəcəkmi? Qaranlıq qalan məqamlar layihənin görünmədiyi tərəfləri. Bütün bunları münsiflərdən eşidək. Son 10 ildə biz fərqli startaplarını görürük. Hər il demək olar ki, buna bənzər startap bizi təqdimatını eləyib. Və mənim üçün maraqlıdır ki, ümumiyyətlə siz onlarla maraqlanmısınızmı? Niyə onlar davam edə bilməyiblər? Dediyiniz kimi bundan əvvəl də belə startaplar olub. Hətta mövcud bu tərz startap Azərbaycanda artıq gəz olaraq var. Ancaq onlarda əsas problem o idi ki, marketinqi düzgün seçə bilməmişdilər. Çünki bu hər nə qədər Instagramdan, sosial mediadan reklam olunsa da istifadəçi bir dəfə tətbiqə daxil olub
orada bir marşrut görmədiyi halda onda artıq o istifadəçi çıxır və bir də daxil olmur. Lap yaxşı. Bu marketinq qeyd elədiniz, amma istifadəçinin girib görəndə ki, orada heç nə olmadığını da qeyd edirsiniz bir tərəfdən. Bu əslində toyuq yumurta probleminə gəlib çıxır. Hansı birinci olmalıdır deyə məsələnin içərisində. Sualım belədir ki, Azərbaycanda başladığınız üçün bu Azərbaycan üçün nə qədər böyük bir problemdir ki, siz bununla bağlı bir həll yolu fikirləşirsiniz və son 10 ildə doğrudan da heç bir startupın bir marketinq problemini həll edən bir adam olmayıb ya da bir düşüncə olmayıb ki, onlar həll edə bilməyiblər. Bəlkə bazarın başqa problemi var. Bəlkə ümumiyyətlə problem o dərəcədə dediyiniz qədər böyük bir problem deyil. Ümumiyyətlə bunu insanlar praktik olaraq istifadə etməyə nə qədər meyillidirlər? Bizim əslində təqdimatda da qeyd etmişdim. Bizim burada əsas hədəflədiyimiz problem ondan ibarətdir ki, sahibkarlar üçün admin panel yoxdur. Hal-hazırda bazarda əslində bu işlə məşğul olan sahibkarlar var. Bu sahibkarlar əsasən sürücülər nömrə ilə əlaqə saxlayır və yer yazdırır və s. Yəni onlar üçün bir sistem yoxdur, elektron sistem yoxdur. Sahibkar dediyimiz burada sürücüdür, yoxsa taksi park dediyimiz sahibkarlardan danışırıq? Sahibkarların sürücüləri deyək, çünki əsasən müştəri gəlib sürücülərlə əlaqə saxlayır. Onlar kağız dəftərdə qeyd edirlər ki, kim gələcək, kim gəlməyəcək və burada bir əlaqə problemi var və avtomatlaşdırılmaya möhtac bir hissə var əslində burada. Əsas bizim həll elədiyimiz problem budur. O zaman doğru anlayırıq ki, siz deyirsiniz ki, son 10 ildə bunlarla məşğul olan adamların gözdən qaçırdığı incə bir məqam var, siz onu görmüsünüz və onu həll edirsiniz. Bəli, bu əvvəlki bu tərz layihələrdə onların həll eləməyə çalışdığı problem ondan ibarət idi ki, yəni şəhərlər arası səyahət üzərində fokuslanmışlar, amma bizim əsas fokusumuz admin panel tərəfdədir, hansı ki biz bu prosesi avtomatlaşdırmağa çalışırıq. Və eyni zamanda biz bu lojistika sahəsinə eyni vaxtda digər investorları da cəlb edə bilərik. Maraqlı bir hesablama aparmışdım. Əgər ki bir sahibkar bir maşın aldığında, məsələn $40.000 xərcləyib bir maşın alıbsa, bu biznes modeli ilə o maşının pulunu sadəcə bir ildən qısa müddətə çıxara bilər. Bunu necə hesablamışdınız, nəyə dayanaraq? Gediş haqqından məsələn hesablamışdıq. Məsələn, buradan qaxa gediş 25 manatdan olduğunu nəzərə alsaq və bir maşının içərisində atıram 4 nəfərlik bir yer olduğunu nəzərə alsaq və bu maşın gündəlik gedib gəlsə, bu təxmini bu cür olur. Yaxşı, bir sinəyə görə soruşuram. Qaxa dediniz, çox yaxşı bir ünvandır, uzun məsafədir. Avtovağzaldakı olan avtobusların şəhərdən kənar məsafələri ona görə saatlarla baş verir. Bu saatda hamı bilir ki, o saatda gedəcək, hamı yığışır ora, minir və gedir. Amma burada bir saat anlayışı yoxdur. Burada hamı necə istəyirsə bax. Həm gedənin vaxtını doğru düşmək lazımdır, yəni getməyə ehtiyacı olanın, eyni zamanda sürücü vaxtda açıq elanı da olmalıdır o saatda gedir deyə. Siz virtual avtovağzal yaradırsınız, yoxsa sizin burada yenə də tələb təklif məsələsi var? Yəni qaxa getmək istəyənlə qaxa gedəcəyin üst-üstəni düşürtmək məsələsi var. Əslində o dediyiniz məqamı artıq sahibkarlar düşünüb və yenə sahibkarların da verdiyi maşınlar əslində müəyyən bir saatlarda çıxır. Biz sadəcə onları elektronlaşdırdığımız üçün əslində bizim tam fokuslandığımız problem orası deyil. Təbii ki, ola bilər ki, sadə minik maşını ilə olan vətəndaş axşam saatlarında çıxar və elan paylaşar, orası iş. Ancaq yenə də bizdə tələb təkliflə nəzərdə alınacaq. Bugünə qədər neçə sahibkarla danışmısınız? Biz bugünə qədər bəzi sahibkarlarla danışmışıq. Bunlar kifayət qədər əslində çoxdur. Hər rayonun demək olar ki, özünə sahibkarı var bu işlə maraqlanan. Biz onlarla danışmışıq. İstəsəz sonra sizə göstərərəm. Yox, rəqəmlə ifadə edə bilərsinizmi? Təxmini 4-5 arası sahibkarla danışmışıq. Bu hər rayonun bir nəfər baxır demək olar. Bir tövsiyə 4-5 sahibkarla yola çıxmaq ümumiyyətlə çox riskli və çox təhlükəlidir. Ən az bir 100, 200, 500 sahibkarla danışıb, onların datasını yığıb, ehtiyaclarını doğru başa düşmək lazımdır ki, siz kim üçün məhsul yaradırsınız? 5 sahibkara görə məhsul yaratdınız, 40.000 investisiya istəyirsiniz 10% qarşılığında. İndi ümumi olaraq götürək ki, bir neçə 100 mini bura pul gedəcək. Sizə tövsiyə edərdim ki, tamam, əgər o incə tutduğunuz məqam varsa, bunun əmin olun. Bunun əmin olmanız üçün sahibkar sayını artırıb çoxlu intervyular etməlisiniz. Yəni, bazarı araşdırmanı biraz bazarın içində etmək lazımdır. İnternetdən araşdıraraq yox, gedib yerində maraqlanaraq və insanların ehtiyacını anlayaraq bunu təyin edə bilərsiniz. Uğur olsun sizə.
Bu linkə keçid edərək startapların təqdimatlarını izləyə və onlara investisiya partneri olmaq üçün bizə müraciət edə bilərsiniz. Veb-saytdakı hər bir startap təqdimatının yanında investisiya et düyməsinə keçid edib, açılan pəncərədə öz əlaqə vasitələrinizi yazmaq kifayət edir ki, biz sizlə əlaqə yaradaq. Unutmayın ki, ən yaxşı əməkdaşlıq işin əvvəlində qurulandır. Bizim əslində layihəmiz hal-hazırda development etapındadır. Yəni tətbiq elə tam 100%lik işlək vəziyyətdə deyil. Biz backendimizi artıq hazırlamışıq və artıq tətbiqin görünüş hissəsi hazırlanır. Təbii ki, bu etapda biz sahibkarlarla danışmağa davam edəcəyik. İnşallah bu tətbiq artıq bazara çıxdıqda bu tətbiqin daxilində bütün rayonların sahibkarları olacaq və istifadəçi girdiyi anda artıq burada bir çox maşını görəcək. Hər rayona gedən maşını görəcək yəni. Problem varmı? Var. Amma problem nə qədər böyükdür, o problemə ödəniş eləmək istəyən müştəri bazası nə qədər böyükdür, onu hiss eləmək biraz məndə çətin oldu. Biraz o istiqamətdə elə bir ki, təqdimatınızı məncə üstündə işləyin. Bir də burada sahibkar bir neçə dəfə səsləndirirsiniz. Yəni, sahibkar deyəndə məhsul dəyişir, B2B bir məhsula çevrilir. Siz ancaq parklarla belə çıxır ki, kimin ki maşınları var, onlarla işləyəcəksiniz. O özü nə qədər böyükdür və ya ümumiyyətlə siz vətəndaşla işləsəz, maşın sahibi ilə işləsəz, bəlkə o daha böyük bazardır. Yəni, o fərqi də biraz göstərsəz, sizin özünüzə də maraqlı ola bilər, bizə də maraqlı olar ki, bəlkə də parklarla işləsəz o balaca bir. Həm də orada mənə elə gəlir ki, bazarın qaydalarına, qiymətinə onlar diktət eləyir də, necə deyirlər ona, onlar hökmranlıq eləyir. Amma siz daha liberal, azad bazar yarada bilərsiniz, hansında ki, win-win, hamı orada qazancı çıxa bilər. Bax, bu hissələr mənə elə gəlir ki, təqdimatda əks olunmayıb, bəlkə siz ağlınızda nəzərdə tutmusunuz, amma burada görmədik. Varsa əlavələriniz eşitmək istəyərəm. Təxmini bir gündə 20 mindən çox sərnişin əslində şəhərlər arası səyahət edir və bu çox böyük bazardır və bu böyük bazarda zaten tutan sahibkarlar var dediyiniz kimi, bu parklar və bunların sayı da əslində çoxdur. Demək olar ki, hər rayon üçün yəni ən az 1-2 sahibkar bu işə baxır və çox böyük də gəlirləri olur. Sadəcə onların ən böyük problemi zaten avtomatlaşdırılmanın mövcud olmamasıdır. Bizim həll elədiyimiz məsələ də budur əslində. Biz sahibkarlara CRM platforması tərzində bir platforma veririk ki, öz proseslərini avtomatlaşdırsınlar. Biz onlara rəqabət başlatmaya, yəni onlarla rəqib olmağa çalışmırıq, əslində dəstək oluruq. Yanaşma, səhv yanaşma deyil, amma elə bir ki, bazarı kiçildirsiniz özünüz üçün. Maksimum sizin 100 müştəriniz olacaq, belə çıxır ki, ən yaxşı halda. Onlardan da aylıq 50 manat alasınız, 100 manat alasınız. Yəni, bu rəqəm investoru həyəcanlandırmaz. Amma digər senaryodur ki, siz özünüz oyunçuya çevrilə bilərsiniz, müxtəlif digər insan, ümumiyyətlə yoldan olan insanlara alternativ gəlir mənbəyi təmin edən bir oyunçuya çevrilə bilərsiniz. O sizin qərardır əlbəttə ki, amma bu birisi dediyin senaridə böyük rəqəm görsənmir. Təbii ki, bizim bazara daxil olma strategiyamızdır bu sadəcə. Biz sadəcə bazara daxil olub gəlir qazanmağa başlamamız üçün belə bir addım atırıq. Ondan sonra bazarı genişləndirmək üçün zaten digər investorlara da təkliflər göndəriləcək. Dediyim hesablama var idi, səhv eləmirəmsə, bir maşın üçün verilən məbləği bir sahibkar nə qədər müddətə çıxarıla bilər. Bunların hamısı yazılı formatda hazırlanıb, hər bir investorla göndəriləcək. Əslində belədir, biz bazarı böyütməyə hədəfləyirik. Uğurlar. Təşəkkürlər. Problemin identifikasiyası doğrudur. Problem var və o da doğrudur ki, son bir neçə ildə startaplar olub bunu həll etmək istəyənlər. Niyə həll etməyib? Mən təxminən səbəblərini bilirəm. Çünki standart yanaşmalar hər birində ortaya qoyulub. Birində olub ki, şəhər arası daşımalara şəhər içi Uber, Bolt yanaşması tətbiq etməyə çalışıblar, alınmayıb. İkinci yanaşma olub ki, BlaBlaCar modelini tətbiq etməyə çalışıblar, o da alınmayıb. Nəyə görə? Çünki hər iki halda Azərbaycanın spesifikası nəzərə alınmayıb ki, Azərbaycanda bu
daşımalar hal-hazırda hansı formatda həyata keçirilir və bu formatı ümumiyyətlə yeni gələcək yaranacaq startap bu formatı dəyişə biləcəkmi, yoxsa bu formatın özünü sizin o qeyd etdiyiniz kimi avtomatlaşdıracaqmı, yoxsa daha necə olacaq? Bunlar hələ ki sual olaraq qalır. Bazar var, bəli, bazar qeyri-müəyyən, spontan formada inkişaf eləyir. Qeyri-sivil formada orada xidmətlər göstərilir. Yəni düzən yoxdur. O düzəni bəzən hətta dövlət qurumları da istəyir qaydasına qoysun, qoya bilmir. Bəlkə dövlət qurumlarının edə bilməyəcəyini hansısa bir startap edə biləcək, bu da mümkündür. Yəni buna inanırıq, amma ki yenə deyirəm, axtarmaq lazımdır doğru modeli. Bu ünvandan pick-up mı olacaq? Hansı ki o avtomobillərin körpülərin altını zəbt edirlər, müəyyən yerləri zəbt edirlər ki, narazılığa səbəb onları startap həm də həll etmiş olacaq və ya time frame çərçivəsində mi olacaq kimisə. Yəni bu elə bir xidmətdir ki, dərhal mən sifariş eləyim, məni qaxa apar, amma həmin maşını sharing eləyim, söhbəti imkansızdır, mümkünsüzdür. Ona görə doğru modeli axtarıb tapmaq lazımdır, uğur qazanacaq modeli. Bu da olmamış olmaz, çünki əgər taksi xidmətini, şəhər daxili taksi xidmətini bu cür startaplar tam sivil qaydaya qaldırdılarsa, həmi xidmət səviyyəsini, həmi avtomobillərin sayını, avtomobillərin keyfiyyətini, mən inanıram ki, bu şəhər arası daşımalarda da mümkündür. Amma ki, doğru yolu hələ gəlib çatmamışıq və ən böyük işiniz yəqin ki, bundan sonra o modelin üzərində işləyib onu tapmaqdır. Panel verə bilərsiniz, parklara da verə bilərsiniz, sürücülərə əpp də verənlər olub indiyənə kimi. Amma sual yaranır, bəs niyə işləməyib, niyə müştərilər həmin əppdən istifadə edib rahatlıq əldə edə bilməyib və o startaplar fəaliyyətini dayandırıb və bunlara daha çox araşdırmağa ehtiyac var. Siz özünüzü iki yerə qoymağı bacarmalısınız. Bir, həmin rayonlara mütəmadi səfər eləyən sıradan bir vətəndaş, Əhmədidə yaşayan bir vətəndaş məsələn və avtomobili olan həmin rayona hər gün sərnişin daşıyan bir sürücü. O sahibkarı boş verin. Sahibkar siz ifadəsi, anlayışı gətirmisiniz bu işə, o hələ tezdir. Çünki o işdə əvvəl proses siz qeyd etdiyiniz kimi avtomatlaşmalıdır. Daha dəqiq bu ifadəni işlətməyin, rəqəmsallaşmalıdır ifadəsi doğru olardı. Rəqəmsallaşmalıdır. Sonra sahibkarlar peyda olacaq. Uber, Bolt Bakıya gələndə park anlayışı yox idi. İndi də park anlayışı bilmirəm nə qədər olması doğrudur. Sürücü girirdi, amma avtomobili var. Zaten fəlsəfə o idi. İstənilən şəxs avtomobilini qeydiyyatdan keçirirdi və əlavə gəlir əldə edirdi. Sonra parklar peyda oldu. İndi burada parklara zərurət varmı, bilmirəm. Yoxdur yəqin ki. Sürücülər varmı? Var, çoxdur bazarda. Və bu sürücülərə siz nə təklif eləyə bilərsiniz? Bax, onu bir daha nəzərdən keçirmək lazımdır. İnvestisiya tələbiniz çox yüksəkdir. Hesab edirəm ki, siz də böyük investisiyalara yox, qrant məbləğlərinə müraciət etsəniz, ilkin mərhələdə layihəni hansısa səviyyə çatdırmaq üçün daha faydalı olar. Dediyinizdə əslində həqiqət var ki, biz bu tərz startaplarla bazara daxil olduğumuzda birinci o xalqın əslində mənəviyyatına baxmaq lazımdır. Məsələn, biz əgər ki, Avropada fəaliyyət göstərsəydik, onlarda əslində kişi-qadın fərqi yoxdur. Yəni, onlar bir maşında rahat gedə bilərlər. Ancaq bizim mədəniyyətimizə baxdığımızda bir tanınmayan bir xanım tanımadığı bir kişinin yanında oturmaq əslində çox da yanaşmır. Biz bu qədər detallarına düşərək əslində bu platformanı düzəldirik, hansı ki, bu digər startapların heç birisində yox idi.
Eyni zamanda dediyiniz kimi bizim burada çox böyük bir investisiya ehtiyacımız yoxdur. Əslində demək olar ki, biz bazara girişimizdə və pul qazanmağa başladığımızda qədər yəni heç bir investisiyaya ehtiyacımız yoxdur. Sadəcə olaraq biz bu prosesi daha da sürətləndirməyimiz üçün faydalı ola bilər dediyimiz məbləğ. Ancaq bizim burada əsas birinci eləmək istədiyimiz şey hazırda bazarda mövcud olan sahibkarları müştəriləri ilə bir yerdə platformaya inteqrasiya etməkdir. Bu platformada artıq müştəri bazası və sürücülər olduqdan sonra artıq bu 20 yanvar ərazisində dayanan sürücülər də, avtovağzalda dayanan sürücülər də özləri artıq platformaya daxil olub buradakı müştərilərdən faydalanmaq istəyəcəklər. Yəni beləcəsində avtomatik bazar həm böyüyür, həm platformanın istifadəçi sayı da artacaq. Əslində təqdimata qulaq asanda belə deyək, bəzi təkliflərim var. Çünki konsepti tam olaraq başa düşə bilmədim. Əvvəla təqdimatda siz həm müqayisədə şəhər daxili çatdırılma və şəhərlər arası çatdırmanı müqayisə eləmisiniz. Yəni ki, Bolt, Uber məntiqi ilə BlaBlaCar məntiqini. Yəni sizin biznes modeliniz əgər şəhərlər arasıdırsa, sadəcə müqayisədə şəhərlər arasını götürməlisiniz. Yəni şəhər daxili sizin biznes modeliniz deyil. Çünki hər ikisinin dinamikası fərqlidir, hər ikisinin konsepti fərqlidir və hər ikisinin belə deyək də sürücülərinin və sərnişinlərin motivasiyası fərqlidir. Hər ikisi də fərqli. Yəni bu birinci təklifdir. İkinci təklif ümumiyyətlə bu tipli startaplar bəli Azərbaycanda kifayət qədər cəhdlər olub. Burada bu tipli startapın işləməsi üçün iki tərəfli platforma olduğu üçün, yəni həm sürücü, həm də sərnişin olmalıdır ki, application işləsin. Yəni əgər sərnişin daxil olursa və orada kifayət qədər sürücü görmürsə, bir daha daxil olmur. Və yaxud tam tərsinə sürücü əgər ora elan yerləşdirirsə və heç bir təklif gəlmirsə sərnişindən, heç bir sərnişin gəlmirsə, yenə model işləməyəcək. Ona görə məsləhətlər birincisi bu olardı ki, problemi araşdıranda, məsələn, hal-hazırda əgər bu model işləyirsə, kimsə deyək ki, avtovağzala gedib oradan məsələn qaxa gedə bilirsə, o konseptə baxmaq lazımdır ki, siz onun üstündə daha fərqli nə təklif eləməlisiniz ki, həm o sürücü, həm o sərnişin sizin saytınıza gəlsin. Məsələn, mən buna BlaBlaCar-ı misal verim. BlaBlaCar-ın konseptinin belə deyək, başlamasının əsas səbəb ondan ibarət idi ki, insanlar onsuz da o yolu gedirdilər. Sadəcə elan olaraq applicationlar belə deyək də, mobil telefon çıxdıqdan sonra, iPhone çıxdıqdan sonra, App Store çıxdıqdan sonra applicationda sadəcə elan olaraq qoya bilirdilər və insanlar əgər o istiqamətdə getmək istəyirsə, daha ucuz qiymətə gedə bilir. Sərnişin motivasiyası ondan ibarətdir ki, daha ucuz qiymətə o yolu gedir. Sürücü motivasiyası ondan ibarətdir ki, onsuz da o yolu gedir, əlavə pul qazanır. Yəni, hər iki konsept üst-üstə oturduğu üçün BlaBlaCar konsepti işləyir. Sizdə hal-hazırda mövcud bazardan fərqli olaraq sərnişinin əlavə hansı maraqları var ki, məhz sizin applicationdan istifadə eləsin və eyni zamanda sürücünün əlavə hansı maraqları olacaq ki, sizin applicationınıza gəlsin. Çünki sizdə həm də komissiya məsələsi var, biznes modeldə siz oradan pul qazanmalısınız və s. Yəni, bu suallara cavab tapsaz, düzgün, belə deyək də, product market fiti tapa bilərsiniz. Bizim təqdimata əslində Boltla Uber qoymamızın səbəbi bunlar həm şəhər daxili işləməyinə baxmayaraq başqa rayonlara da buradan sifariş vermək olur. Ancaq burada məbləğləri çox yüksək göstərirlər. Məsələn, buradan dediyim kimi qaxa vurduğumuzda bu 300 manata kimi gəlib çıxır. Dediyinizdə həqiqət var ki, əgər ki platformaya müştəri daxil olub heç bir maşın görməsə, onda çıxacaq və geri qayıtmayacaq ki, əksər startapların da fail olma səbəbi də budur. Biz bu problemi belə həll edirik ki, bizim burada əsas məqsədimiz elə sahibkardır. Çünki sahibkarın əlində müştəriləri var, eyni cür maşınları da var. Biz onları cəlb eləsək, həm platformamızda müştərimiz olacaqdır, həm də maşınlarımız olacaq. Onda sizə sualım olacaq ki, sahibkarın sizə nəyə görə ehtiyacı var? Siz əlavə sahibkara nə təqdim edirsiniz ki, o həm sizə ödəniş edir və sizin platformadan istifadə edir? Çünki sahibkarların öz maşınlarını idarə edə biləcəkləri sistem yoxdur. Onların əslində demək olar ki, xəbərləri yoxdur ki, sürücülər nə qədər sərnişin daşıyır, nə eləyir və s. Yəni ümumiyyətlə bu sürücü bugün işi həll elədimi və s. Yəni o haqqda heç bir məlumatı yoxdur. Eyni zamanda sürücülərin də əlində çox böyük çətinlik var ki, onlara zəng gələndə ki, həm mən falan saatda, falan günü getməliyəm. Yəni maşında yer yoxdursa, yenə ötürür gərək müştərini başqasına və ya necəsə onu idarə etməlidir və burada çox böyük bir zəng trafiki var. Eyni vaxt sürücü də yorulur bu tərəfdən və ya sürücü maşınla bir-bir götürməyə çalışdıqda müştərilərini. Onda da sürdüyü ərəfədə yenə də zəng gələ bilər.
Bu da sürücünü narahat edir. Əslində prosesdə həddindən artıq çox zəng və əlaqələr var. Biz bunu tətbiq üzərindən avtomatlaşdırırıq. İstifadəçi girir orada sadəcə biletini alır, bitir. Yəni sürücüyə artıq heç nə yazmır, heç nə demir, heç nə zəng eləmir. Eyni vaxtda sahibkar da bilir ki, bugün maşında bu qədər adam oldu. Sabahki maşında hal-hazırda bu qədər boş yer var və aylıq qazancı nə qədərdir və ya illik qazancı nə qədər olub. Hansı sürücü nə qədər insan daşıyıb, nə qədər yük daşıyıb. Bu məlumatların hamısı artıq sahibkarda olur və beləcə öz biznesini daha rahat idarə edə bilər. Çox sağ olun, uğurlar arzu edirəm. Təşəkkür edirəm. Bu linkə keçid edərək startapların təqdimatlarını izləyə və onlara investisiya partnyor olmaq üçün bizə müraciət edə bilərsiniz. Veb-saytdakı hər bir startap təqdimatının yanında investisiya et düyməsinə keçid edib, açılan pəncərədə öz əlaqə vasitələrinizi yazmaq kifayət edir ki, biz sizlə əlaqə yaradaq. Unutmayın ki, ən yaxşı əməkdaşlıq işin əvvəlində qurulandır. Əziz izləyicilər, beləcə bir buraxılışın da sonuna gəldik. Daha başqa digər startaplarla tanış olmaq üçün qüb-icenter.az saytına daxil olub oradan tanış ola bilərsiniz. Gələn buraxılışlarda görüşmək ümidi ilə. Xudahafiz.